Deyirlər, İstanbulu ya dəlilər sevər, ya da gəzməyi bilənlər. Gəlin sizə bu möhtəşəm xaosun həm sehrini, həm də heç kimin demədiyi acı reallıqları danışım. İstanbulda büdcənizi möhkəm tutun. Çünki müzey qiymətləri artıq Avropanı belə geridə qoyub. Taksiyə gəlsək, o tam bir dramdır. Həm çox bahadır, həm də sürücü sizi bəyənsə aparacaq. Ən yaxşısı Marmara ilə dənizin altından keçin və ya vapurla dəniz havası alın. Qalata Qüləsinin qarşısında saatlarla növbə gözləyib gününüzü heyf etməyin. Onun əvəzinə Süleymaniyə tərəfdəki dam kafelərə qaçın. Mənzərə eyni, çay daha ucuz, estetik kadrları isə limitsizdir. Bir də yerə batan sarnıcı biletini onlayn alın. Yoxsa qapıda heykələ dönə bilərsiniz. Gəldik əsas məsələyə. Küçədə qarşınıza təsadüfən fırça salan dayıları görməzlikdən gəlin. O fırçanı götürdüyünüz an fırıldaq başlayır. Bir də restoranlarda bu bizdən ikramdır deyib gətirilən hər şeyin pulunu sonda hesabda görsəniz təəccüblənməyin. İtalyanların çausu varsa, türklərin də buyurun əfəndim tərəzi var. Bəs sizin üçün İstanbulun ən çəkilməz dərdi nədir? Şərhlərdə yazın.